vlog Bakının paylaşmağı unutduğum son 4 günün vlogudur. Elə isə xoş izləmələr. Bakıdan hər kəsə salam. Mən artıq gəldim, Bakıdayam. Yeni bir vlog başlayıram. Görək bugün bu vlog, daha doğrusu neçə gündən ibarət olacaq bilmirəm. Bugün inanmıram bir şeylərə də, çünki dəhşət yorğunam. Ayağım falan da şişir, yəni oturmaqdan. Yəqin ki vlogun davamını ya sabah davam edəcəm, ya da ki elə bugün bir şeylər edəcəm. İndi baxacağım, görüm hara gedirlər, nə edirlər. Gələn kimi qonaqlığa gedəcəyimizin xəbərini aldım. İstədim gətirim, biraz makyaj eləyim. Makyajıma Catrice'in bu tonal kremindən istifadə edəcəm. Bunu mənə anam verdi, işlətmirdi. Dedim ver, hayıfdır, işlədərəm mən. Sonra burada da makyaj malzemələrim var. Bunlarla edəcəm. Bu bir dənə də ailəsiz. Ben söyleyeyim. Bir dənə də ailəsiz götürək böyümə qoyaqdım. Biz yine geldik Ara supermarkete. Geldim, gördüm ki burada doğranmış belə balıqlar var. Konserve olmuş balıqlardır. Bence dadlı olar bunlar. Souslu falandır. Sonra belə yeni bir şey tapdım. Krablı souslu bu da. Krevetkalı sos, bu da krablı sos. Bunlar bilmirəm. Bunları bilmirəm, yeməmişəm. Amma bunu yine hər səfərdə, hər vlogumda gördükcə sizə deyirəm, bunu mütləq alın. Çox dadlı olur bu. Baxın, qırmızı balıq. Çox qəşəng. Sonra belə sousdadır bunların hamısı. Necə dadır bilmirəm. Belə şeylər almağa biraz qorxuram. Amma qəşəng görsənir nəsə. Bizim Bakıda olduğumuzu xəbər tutan bütün qohumlarımız, əqrabalarımız sağ olsun, hamısı bizi evlərinə qonaq çağırırdılar. Biz gedirdik, amma adam utanırdı ki, hər səfərində fərqli insanlar, fərqli əziyyət, fərqli masa. Sağ olsunlar, bizi qonaq çağırırlar hər biri. Çox sağ olsunlar, Allah var eləsin evlərini. Sabahınız xeyir qızlar. Mən yeni durmuşam, saat 10'a işləyib. Dedi bugün hazırlaşaq, dənizə gedək, hava çox gözəldir. 35 derece isti var bugün. Dedik ki hazırlaşaq, gedək dənizə. Hava şükür bəxtimizdən yaxşıdır dənizə getmək üçün. Çox ideal bir havadır. Ona görə istədik yine piknik kimi şeyler hazırlayaq. O dəfə hazırladığım yuxa arasından hazırlayacağım. Şimdi gedək, pomidor xiyarlarını doğruyum. Mama getdi magazinə. Yuxanı falan alacaq, sasika falan alacaq. Sasika var, sadəcə olaraq az idi. Gedək, hazırlayaq. Mən əgər bilsəydim ki, mənim oğlum elə bu gündən sonra ağrımağa başlayacaq, heç onu dənizə aparmazdım. Sağ olmuş, özü də dənizə girəndə, yəni demək olar ki, saatlarla buraxsam dənizin içində duracaq, yəni. Çox pis şəkildə virus tutdu. Elə dəniz, nə oldusa elə dənizdə oldu, yəni o dərəcə pis tutdu. Adamlar da kampakta kaldı. Sabahınız xeyir qızlar, necəsiz? Burada paltarlarımızı yuyur. Mən dedim gətirim özümə qəşəng bir səhər yeməyi hazırlayım. Bu vlog 3 günlük olacaq. Bu yəqin ki son günüdür. Bu çəkdiyim kadrajların hamısını bir araya yığıb sizə bir vlog çəki hazırlayacağım. İndi qəşəng gətirim yeməyimi hazırlayım, yeyim. Görək bugün hara gedirik. Hamısını çəkəcəm. Qızlar, sizi bilmirəm, amma mən səhər yeməyi yeməyi də, hazırlamağı da dəhşət çox sevirəm. Yəni kimsə mənə dursun səhər yeməyi hazırlasın falan yox. Yəni özüm durub hazırlamağı dəhşət çox sevirəm və kiməsə də hazırlamağı çox sevirəm. Burada da mənim iştah açıcı yeməyimi görürsünüz. Çox da gözəl getdi, yəni bu yemək. Və burada da yeni körpə gəlirdi evlərinə, xoş gəlirdi. Qədəmləri mübarək olsun, atalı, analı böyüsün inşallah. Axşamınız xeyir. Biraz olar durmuşam, artıq gün batmaq istəyir. Çünki yedi işləyib. Dedim gətirim bir stəkan kofecim. Bunları da yerinə qurulayım, qoyum. Burada qalım. İçim sonra qurulayaram. Heç halım yoxdur.
Hazırlaşdıq. İndi gedirik Yasamal Parkına. Popcornlarımızı qəşəng portlatdıq. Amma çox heyif ki, telefonumda yer olmadığı üçün sizə karameli necə hazırladım, popcornun üzərinə necə tökdüm, onu çəkməyi unutdum. Unutdum deyəndə, yəni kamerada yer yox idi. Telefonumda yer qalmamışdı. İnşallah onsuz da popcornla yenə qaldı. Gələn səfər bir də edəndə mütləq sizə göstərəcəm ki, onu mən necə etdim. Çox gözəl alındı. Yəni mütləq videodan sonra gedib eləyərsiniz. Gəldik Bazar Store'a. Bazar Store'dan oğlum üçün pampers axtarırıq. Bu da bu Palmolive'in duşgelerini çox bəyənirəm. Bunlar endirmə düşəndə alın mütləq. Çox gözəlliklər var özdə. Gidək görək Ömərin pampersindən burada varmı? Can bebe 3 razmerdi. O da 3 razmerdi. Buralarda var ya, bu 5'ti, bu 3'tü. Bu neçədir? Bu 4'tü, bu 3'tü. 4, 3. Yoxdur. Bu Bazar Store dəhşət böyük Bazar Store'dur qızlar. Yəni mən belə böyüklükdə Bazar Store görməmişəm. Bizdə də var Bazar Store, amma bu qədər böyük deyil. Çox qəşəng böyüklükdədir özdə. Burada baxacağım görüm vlog üçün maraqlı, yəni shorts üçün maraqlı nəsə tapsam, sizə alıb çəkmək üçün nəsə tapsam, alacağım onu. Semişka axtarıram, amma tapa bilmirəm semişka. Görüm haralardılar. Biz Jacobs'un kofesini içməyi dəhşət çox sevirik, amma Jacobs'un endirimli qiymətini mən Trendyoldan tapa bilmirəm. Nə qədər axtarım tapa bilmirəm. Aykan'ın vlogunda görmüşdüm ki, Trendyoldan vurub, o da gəlmişdi də, amma onu tapa bilmirəm. Kartnor'un da kofesini tərifləyirlər, hələ içməmişəm, nə yalan deyim. Amma mən Jacobs'u daha çox sevirəm. Və burada da artıq Ömər yavaş-yavaş ağrımağa başlayırdı. Üzündən, gözündən də bəlli olurdu. Nə halı var idi, nə də bir marağı vardı nəyəsə, yəni çox pis idi. Biz artıq evə gedirik, amma maşallah olsun hər yer adam dolu. Hər kəsə salam qızlar, sabahınız xeyir. Bugün o qədər toz, o qədər kir var ki, yerdə dəhşət bir şeydir. İndi sizə birini göstərəcəm. Baxın. Gecə o qədər külək əsib ki, yəni bütün ev tozun içindədir və gətirib buraların hər birini silib təmizləməliyəm. Başlayaq. Və bir gecənin içində yaranan tozu göstərim. Baxın. Yəni bu zibil deyil, tozdur. Və biz bu evi dünən silib süpürüb təmizləmişik. Dəhşət bir şey. Yəni görün nə qədər toz çıxıb. Axşam yatdıq və yatanda gördük ki, dəhşətli dərəcədə külək əsirdi. Bir-iki aynaları örtdük, qalanları qaldı. Biz nə bilərdik ki, bu qədər qurum, bu qədər toz, bu qədər kir evə daxil olar. Yəni Bakının küləklər şəhəri olduğunu bilirdim, amma bu qədərini də heç bilmirdim və gözləmirdim. İndi gətirib siləcəm evləri, daha sonra tozlarını falan alacağım. Çünki makyaj qoyduğum tumbuçkanın üstü dəhşət dərəcədə tozdu. Hər otağı 2 əl dəsmal yuyaraq sildim, axır ki təmizləndi. Bu vlogu heç davam etdirə bilmədim. Əslində çox şeylər yaşadım, çəkə bilərdim, amma çəkmədim. Çünki oğlum üstünüzə sağlıq virus tutub, səhər açılandan qusaq, qarın, yəni qızdırma falan hamısı bir-birinə dəyib, elə aləm bir-birinə dəyib. Ona görə bu vlogu tam çatdıra bilmədim başa. Mağazinə getdim, aptekə getdim, yəni çox şey çəkə bilərdim, amma çəkəcək heyim yox idi. Ona görə yəni belə yarımçıq kimi alındı, amma yenə də bu vlogun içərisinə daxil edəcəm. Gəldik yeni Yasamalda yerləşən Bravoya. İndi burada oğluma aid olan pampers axtarıram. İnanın heç bir yerdə o pampers yoxdur. Dəhşət bir şeydir. Sanki pampers yer yarılıb yerin içinə girib. İndi bura baxacağım görün burada var ya yox. Sabahınız xeyir qızlar, necəsiniz? Biz bugün Mədişlə Əhmədlidə yerləşən ayaqqabı mağazasına gedəcəyik və orada yerləşən M-Brand-ə gedəcəyik. Paltara falan baxmağa. Və sizə makyaj edirdim bu arada. Bura linerdə fikir verməyim. Sizə makyaj edəndə ən çox sevdiyim və dodağıma ən gözəl yaraşan
Bu glossu tövsiyə edirəm. Baxın, artıq sıyra dibinə gəlib çatmışam. Hətta dibindəkini götürə bilmirəm. Bunu nəyinəsə götürəcəm. O qədər gözəldir qızlar. Bunu Temudan almışdım. 3 manat ya 4 manat neçəsə qəpiyə idi. Yəni pulunun qat dəyərindədir də, yəni o dərəcə. Kiko'nun glossuyla birəbir eyni. Teksturası mı deyim, verdiyi rəngin gözəlliyi mi deyim, yəni dəhşət bir şeydir də. Bunu mütləq alın, aldırın, yəni stoklayın. Bir sözlə super bir məhsuldur. Yadınızdadırsa, News Shopping'dən mən daha öncə ayaqqabı almışdım, tam 3 dənə. İndi gəldim birini almağa. Gedək görək nə seçəcəm. Belə yay tapçıqaları var. Sonra babetlər var. İşə falan geyməyə qəşəngdir bunlar. Gündəlik. Bu təbii ki də Lara Piana'nın çakması olsa da mən bunu yenə də aldım. Orijinal bilirsiniz ki nə bahalıqdadır, amma mən bunu aldım, xoşladım. İndi gedirik Embrəndə. Burada dediklərinə görə bütün etiket qiymətləri yarı qiymətindədir. 20 manatlıqlar 10, 15'liklər isə 7.50'lik. İndi gedək görə nələr var. Embrənddən də belə bir sportivni aldım. Əslində öz qiyməti 40 xəzindir, etiket qiymətin yarısına 20. İndi gəldik New Yorkerə, Əhmədlidə yerləşən New Yorkerə. Qiymətlər hər yerdə olduğu kimi standartdır. Yəni endirim falan burada yoxdur. Eynidir. Çantaları çox sevdim. Çox fərqli çantalardır. Mən ümumiyyətcə fərqli çantaları sevirəm. Burada da belə. $24.99 bu stentdir. $19.99 da bura. Çanta çarmlarına baxın. Bunu Temu sumkanın üzərində özü göndərir. Bunlar da satır. 10 manatdır bu arada. Qəşəngdir bu da. Belə bir gilaslar. Çox pufudukdur. Mədişlə gəldik. Əhmədlidə yerləşən dönər yerinə. Bu mağazin, bu restoran adı nə idi? Hə, Ləziz dönərə. Dedikdən dönər və ayran çək gedə yerimizə. Bu arada Mədiş New Yorker'dən tam 3 dənə kortaya sadəcə nə qədər verdin? 9 manat. 9 manat verib. Yəni evə gedək onları sizə göstərəcəm. Çox qəşəng. Həm materialları gözəl idi, həm də rəngləri gözəl idi. Gedək göstərəcəm. Dönərimiz gəldi. İnşaatçılarda yediyimiz dönər qədər bol deyil içliyinə yazıq ki. Amma dadına baxıb sizə deyəcəm. Bu vlogu bəlkə də paylaşmamağın elə səbəbi də elə özüməm. Çünki nə demişəm göstərəcəm, heç birini göstərməmişəm. Üzürlü sayın indidən deyin biləsiniz. Bəlkə də maraqsız oldu, bəlkə də marağınızı heç çəkmədi. Amma sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma hələ də abunə deyilsinizsə mütləq abunə olun. Çünki mən sizin sayənizdə irəlilədikcə daha çox güclənirəm, daha çox həvəsim olur vloglar çəkməyə. Tripodum və kamera nəymiş? Tripodum və mikrofonum gəldikdən sonra çox gözəl vloglar çəkəcəm. Maraqlı axılımda kontentlər var. Onları çəkəcəm. İnşallah marağınızı çəkər. Bu arada kanalımda nə tür bir video görmək istərsinizsə mütləq yorumlarda qeyd edərsiniz. Gətirim indi qəşəng bir stəkan çay çək. Təzə çay dəmləmişəm. Qapağımız qopub deyə, daha doğrusu qırılıb deyə belə bir şey düzəltdik biz də. Bu arada yenə pataryan maşını işləyir. Mən buradakı bütün vloglarımda pataryan maşının səsi ekstra gəlir. Sona kimi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yenə yorumlarda qeyd edərsiniz ki, hansı videolar mənim kanalımda çıxsın, nə kimi videolar çəkim, onları mütləq yazarsınız. Hər birinizi öpdüm, özünüzə yaxşı baxın.